Hər vaxtınız xeyir olsun. 44 dəqiqə efirdədir. Bugün əhəmiyyətli bir məsələnin müzakirəsi ilə qarşınızdayıq. Təbii ki, ötən həftə ölkəmizdə sosial və ictimaiyyət arasında çox, belə deyək, yaxşı qarşılanmayan və arzu olunmaz bir-iki hadisələr baş verdi ki, bunlar xüsusilə uşaqlarla bağlı məsələlərdir. Mən o xəbərləri diqqətinizə çatdırıram. O xəbərlər üzərindən daha sonra mövzumuzu açıqlayacağım. Qonağımı isə təqdim etmək istəyirəm. Qonağım Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin üzvü, millət vəkili Günay Ağamalıdır. Xoş gəlmişsiniz Günay xanım. Təşəkkür edirəm, Tabi. Günay xanım, mən xəbərləri tamaşaçıların diqqətinə çatdırım. Ötən həftənin iki danışacağımız mövzu üzərində olan xəbərlərini daha sonra proqramımıza müzakirəni davam edəcəyik. 14 yaşlı qızını 20 yaşlı oğlanla nişanlayan ata həbs olundu. Nə qədər ata demək mümkündürsə, indi burada ata adını daşımaq üçün fiziki olaraq bəzi qanunvericiliyə bu deyilir. Nişanlanan yeniyetmə ilə gəncin atası Sabirabad rayon polis şöbəsinə dəvət edilib. Burada məlumat dəqiqləşdirdikdən sonra 14 yaşlı qızın atası Fərzəliyev qışqıraraq söyüş söyməyə, qızı ilə nişanlanan oğlan atasını təhqir etməyə başlayıb. O qızını nişanlamaq fikrinin olmadığını və qarşı tərəfin təkidi ilə Həri Məclisinin olduğunu deyib, nə qədər təkidlə olunan bir prosesdir o Həri Məclisi və ictimai asayişi pozan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən protokol tərtib edib. Sabirabad rayon məhkəməsinin qərarı ilə Fərzəliyev 8 sutkalıq həbs edilib. Növbəti faciəvi bir xəbər isə Ağdamda məktəbli qıza qarşı zorakılıq hadisəsi, cinsi zorakılıq hadisəsi, bununla bağlı 4 nəfər şəxs saxlanılıb. 16 yaşlı məktəbli qız, ona qarşı 4 nəfər birlikdə cinsi zorakılıq törədiblər. Belə xəbərləri efirdən oxumaq nə qədər arzu olunmazdır, bunu tamaşaçılara çatdırmaq bir o qədər çətindir. Belə bir məsələni nə qədər vicdana bağlamaq olar, nə qədər bir şərəf məsələsi ola bilər, bilmirəm. Amma insan nə qədər vicdandan kasad, şərəfdən yoxsul bir insanlar olmalısan ki, bu hadisəni törətməyə cəhd edəsən, ağlından keçirəsən ki, 16 yaşlı məktəbli qıza qarşı. Burada çox faktlar var, çox məsələlər var. İndi bizim güc strukturları, polisimiz bu məsələləri, prokuror orqanları bu məsələləri aydınlaşdırır. 16 yaşlı məktəbli qız bir qrup şəxs tərəfindən zorakılığa məruz qaldığı iddia olunur. Bu məlumatı APA yaymışdı. Hadisə Ağdam rayonunun Yuxarı Yüzbaşlı kəndində qeydə alınıb. Söz gedən faktla bağlı zərərçəkən yeniyetmə ailəsinə məlumat verib. Yəni uşaq öz ailəsinə məlumat verib, ailəsi isə yerli hüquq mühafizə orqanlarına məlumat verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildiriblər ki, Ağdamda 2009-cu il təvəllüdlü qızın cinsi zorakılığa məruz qalmasıyla bağlı rayon polis şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində əməli törətməkdə bilinən 4 nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim olunub. Faktla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam edir. Ümid edirik ki, bu araşdırmaların nəticəsinə əsasən o 4 nəfər şəxs öz cəzasını alacaq. Ümumiyyətlə, bu kimi məsələlər hadisəyə bağlı məsələlər deyil. Bu kimi məsələlər üzərindən müəyyən strateji fikirləşmək lazımdır. Hətta biz efir adamları belə bu kimi məsələlərin fonunda bir şərh verərkən çalışırıq ki, çox diqqətli olaq ki, bizə yüz minlərlə, milyonlarla insan izləyir. Bu kimi məsələləri biz daha çox yaranmasın deyə, hansı maarifləndirmə işlərini görmək lazımdır deyə medianın da, jurnalistlərin də üstünə böyük yük düşür və mən qonağımla bu məsələləri bugün müzakirə edəcəm. Günay xanım, ilk öncə Azərbaycanda hal-hazırda hər iki məsələ ilə bağlı danışırıq. Erkən nicahların mövcud vəziyyəti nə durumdadır? Hansı bölgələrdə ən çox bu müşahidə olunur? Ümumiyyətlə, bu yaş qrupları və bölgə qrupları varmı bu cəhətdən? Çox həssas bir mövzuya toxunmusunuz Tural bəy. Həqiqətən də bu mövzuların işıqlandırılması cəmiyyətimiz üçün olduqca vacibdir. Maarifləndirmə işlərindən ən vacibidir hesab edirəm. Yəni media vasitəsilə bu cür mövzulara toxunmaqla biz geniş bir auditoriyaya lazımlı məqamları çatdırırıq.
Erkən nikahların qarşısının alınması istiqamətində bilirsiniz ki, dövlətimiz tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Hətta bu yaxınlarda, yəni ötən 6-cı çağırışda yaxın qohum evlilikləri də mən bura xüsusilə vurğulamaq istərdim ki, bunun da qarşısının alınması üçün qanunvericilik təşəbbüsləri ilə çıxış edildi və qanun layihəsi qəbul edildi. O cümlədən də erkən nikahla bağlı ötən illərə baxanda statistikaya nəzər salsaq, burada azalma sayını biz görürük, amma düşünürəm ki, bu o qədər də bizim istədiyimiz hələ də say deyil. Biz çalışmalıyıq ki, bunu tamamilə sıfıra endirək. Çox təəssüf ki, valideynlər, xüsusilə də qız uşaqları olan valideynlər övladlarının təhsildən yayındırmaqla ilk növbədə burada onlara qarşı onların hüququnu əlindən alırlar, təhsil hüququnu əlindən alırlar və çox vacib məqamlardan biri odur ki, həmin yaş dönəmlərində qız uşaqları özləri gəlinciklə oynayan bir yaş dönəmində bunlar məcburi şəkildə ailə qurulmasına məcbur edilirlər. Hətta bəzi hallarda valideynlər tərəfindən uşaqlarına təhdidlər də olur. Bu kimi hallarla da rastlaşırıq. Və o ki qaldı bölgə olaraq mən düşünürəm ki, bu daha çox rayonlarda, ucqar kəndlərdə daha çox əksini tapır. Konkret olaraq rayon adı çəkmək biraz bu çətin olar. Çünki özünüz də mətbuat vasitəsilə hər kəsə də bəllidir, eşidirik ki, yəni hər dəfə müxtəlif rayonlardan gəlir bu xəbərlər. Yəni konkret olaraq hansısa bir rayonun adını çəkmək düşünürəm ki, burada doğru olmaz. Ümumi maarifləndirmə işi güclənməlidir. Yəni burada təkcə qanunla cəza metodları deməli önə çəkilməməlidir. Həmçinin daha öncə vurğuladığımız kimi maarifləndirmə işini biz daha da gücləndirməliyik. Bu məsələdə həm də iş məktəblərdə müəllimlərin üzərinə düşür, məktəb psixoloqlarının üzərinə düşür. Ümumiyyətlə cəmiyyət olaraq hər birimizin üzərinə düşür. Xanım, sizcə bu hallarda valideyn niyə öz övladını erkən yaşda evlənməsinə şərait yaratmalı, bunu istəməlidir? Ümumiyyətlə, bu hansı sosial bir iqtisadi faktorlardan irəli gələ bilərmi? Yoxsa hər hansı bir niyə bölgələrdə bu proses baş verir? Niyə valideyn bunu istəsin? Məsələn, 14 yaşlı xəbər oxuduq sizə, uşağı nikah artıq 14 yaşda uşaq, məktəb yaşında olan bir uşaq. Tural bəy, zənnimcə bu köhnə adətlərə bağlı olan bir məsələdir. Yəni zamanında bu insanların ailələrində belə hallar olub və bu həmin ailələrdə sanki bir adət halına çevrilibdir. Çünki nəzər salsaq əslində biz zamanında Hacı Zeynalabdin Tağıyev Qızlar Gimnaziyasını açan dönəmdə ona belə bir sual ünvanlanır ki, niyə görə oğlanlar gimnaziyası yox, məhz qızlar gimnaziyası? O çox dolğun və məntiqli bir cavab verir. Cavabında deyir ki, təhsilli bir oğlan biz yetişdirməklə təhsilli bir insan, təhsilli bir qız uşağı yetişdirməklə biz təhsilli bir ailə cəmiyyətə vermiş oluruq. Demək ki, burada artıq hər şey bəllidir bu sözlərdə. Bir ananın təhsilli olması onun övladının dünya görüşünə, baxışlarına, intellektual savadına, ümumiyyətlə, yəni təhsilli olmasına bir yol açır. Lakin demək ki, həmin ailələrdə zamanında həmin o anaları da bu yolla məcbur edib ailə qurdurublar, məcbur ediblər, məcburi şəkildə daha erkən ailə qurublar. Artıq bu onlarda adət halına çevrilib və ata da baxın, həmin ana ilə ailə quranda ana da çox güman ki, mən belə güman edirəm ki, daha erkən yaşda ailə qurub və onlar üçün bu artıq adi hala çevrilibdir. Belə bir məqamlarla da biz rastlanırıq. Təhsil verə bilmirəm, onu oxutmalıyam. Bəzən belə bir bəhanələr ortaya gəlir ki, buna mənim sosial durumum imkan vermədi. Yaxşı, bəs ailə quranda bunun üçün sən həmin o
adət-ənənələrə uyğun olaraq cehiz tədarükləri görməlisən. Bəs onu necə yaxşı sənin sosial durumun buna cavab verir? Yəni bütün bunlar hamısı bir bəhanədir və daha öncə çox uşaqlılıq əsas vermir ki, sosial durum pis olduqda sən övladını erkən nikaha vacib eləyəsən. Dövlət hansı addımlar atır? Yəni bununla bağlı təşkilatçı valideyn hüquqi məsuliyyət daşıyırmı? Bəli, təbii ki, valideynlər ümumiyyətlə bu məsələdə belə deyim, canfəşanlıq edənlər, təşkilatçılar qanunla deməli Cinayət Məcəlləsinə uyğun şəkildə onlar qanunla cəzalandırılırlar və təbii ki, bu məsələni biz deməli il-ildən bu məsələlərə baxılır. Ehtiyac olduqda zamanın tələbinə uyğun olaraq qanunlarda müəyyən dəyişikliklər də həyata keçirilir. Və təsəvvür edin, insan bildiyi halda ki, əgər bu addımı atsa, ona hansı cəza gözləyir və o bunu edirsə, demək ki, daha öncə vurğuladığım kimi, Tural bəy, biz maarifləndirmə işini mütləq qaydada genişləndirməliyik, gücləndirməliyik. Bu daha çox bölgələrdə həyata keçirilməlidir. Düzdür, bugün dövlət qurumları tərəfindən və qeyri-hökumət təşkilatları tərəfindən bu cür tədbirlər həyata keçirilir. Bunların qarşısını almaq üçün müəyyən layihələr, müxtəlif tədbirlər keçirilir. Mən hesab edirəm ki, bu biraz daha genişləndirilməlidir, daha geniş auditoriyaya çıxarılmalıdır. Təklif də ola bilər ki, həmin ucqar kəndlərdə bir toplantılar keçirilsin, rayon mərkəzlərində deyil, məhz kəndlərin özündə. Amma bilmirəm, ora həmin o qadınların gəlişi necə olacaq, bu da bir sual altındadır. Amma biz daha çox həmin auditoriyaya bunu çatdırmalıyıq və canlı-canlı çatdırmalıyıq. Televiziya vasitəsilə, media vasitəsilə bu təbii olmalıdır və bu dayanmamalıdır. Biz gözləməli deyilik ki, hansısa bir hadisə baş versin, ondan sonra bu hadisənin ətrafında müzakirələr aparıb maarifləndirici deməli söhbətlər edək. Bu davamlı şəkildə olmalıdır. Əslində elə bu davamlılıq var ki, mən hesab edirəm ki, erkən nikahların qarşısında nisbətdə azalmaya doğru gedir. Amma biz bunu tamamilə minimuma salmalıyıq və burada cəmiyyət olaraq hər birimizin üzərinə yük düşür, məsuliyyət düşür. Hər birimiz bu məsələdə diqqətli olmalıyıq. Çünki biz Azərbaycanın gələcəyindən danışırıq, Azərbaycanın gəncliyindən danışırıq. O gənclik ki, bugün hər yerdə öz sözünü deməyi bacarır. Məhz 44 günlük Vətən müharibəsi dönəmində, ondan sonraki 24 saatlıq antiterror əməliyyatı zamanı və ümumiyyətlə bütün sahələrdə, idman sahəsində, mədəniyyət sahəsində, dövlət deməli qurumlarında bugün gənclərimiz fəallıq göstərirlər. Könüllülərimiz bugün nə qədər çoxdur. Bütün bunlar nədir? Deməli Azərbaycanın sağlam gələcəyi üçün əslində böyük potensialımız var. Sadəcə olaraq müəyyən neqativ hallar ki var, bugün biz hansını ki müzakirəyə deməli edirik, onun ətrafında fikir mübadiləsi aparırıq. Düşünürəm ki, bunun qarşısını biz ala bilərik. Çünki bu cəmiyyət əgər bütün bu sadaladıqlarım uğurlara nail ola bilirsə, biz birlikdə mübarizə aparıb erkən nikahın da qarşısını alacağıq. Və xüsusilə mən buradan səslənərək sizin efir vasitəsilə bu addımı atan valideynlərə, bu addımı atmağa cəhd edən, düşünən valideynlərə üzümü tutub bildirmək istəyirəm ki, övladınızın böyüməsinə tələsməyin lütfən. Hər yaşın öz dönəmi var. Hər yaşda uşaq yaşında uşaqlığını keçirtməlidir, gəncliyində gəncliyini keçirtməlidir. Bilirsiniz necə, bütün bunlar zaman-zaman, zamanında və öz vaxtı gələndə həyata keçirilməlidir. Övladınızın tez böyüməsinə tələsməyin. Onsuz da zaman gələcək, düşünəcəksiniz ki, övladım nə tez böyüdü. Amma siz əslində onu biraz daha tez böyüməsinə sürüklüyürsünüz, vadar edirsiniz, məcbur edirsiniz. Gənc bir qızın ana olması, bu onun psixoloji durumuna, bu onun sağlıq durumuna, bu onun
hər tərəfli, həm də fiziki durumuna nə qədər mənfi təsir göstərəcəyini əslində valideynlər Bəli, düşünməlidirlər. qeydlərdə Günel xanım bildirilir ki, erkən nikahlar eyni zamanda uşaq istismarına gətirib çıxarır və bu da bir növ cinsi zorakılıqdır. Təbii. Erkən nikah, yəni uşaq o qərar verici yaşda deyil, 18 yaşdan aşağı, 14-16 yaşlarda artıq valideyn onu birbaşa cinsi zorakılığa məcbur qoyur. Və bu uşaq istismarı deməkdir. Artıq burada ciddi cinayət hadisəsi hesab oluna bilər və paralel olaraq bu məsələlər birləşdirilə bilir. Bilirsiniz necə? Bunu çox doğru vurğulursunuz Tural bəy. Məsələ burasındadır ki, ən yaxşı halda 14-16 yaşdan biz danışırıq. Bundan daha aşağı yaşda olan hallar var. Biz yəqin ki, sosial media vasitəsilə siz izləyirsiniz. Reabilitasiya və uşaq sığınacaqlarına müraciətlər nə qədər var. Hətta 12 yaşdan da aşağı, 14 yaşdan da aşağı. Yəni, bilirsiniz, bütün bunların hamısı ilə çox böyük və geniş miqyaslı bir mübarizə aparmalıyıq. Bugün həqiqətən də çox ağırlı bir mövzudur, toxunduğunuz mövzu. Yəni, insan belə daha öncə sizin vurğuladığınız kimi bu mövzu ətrafında danışmağa belə nə qədər narahat olur ki, yəni bu mövzu ətrafında biz necə danışaq? Ürək ağrıcı bir haldır, təəssüf doğurucu bir haldır ki, yəni bugün çox təəssüf ki, uşaqlarını bu cür istismara məcbur edən valideynlər var. Mən hesab edirəm ki, bütün bunların qarşısı mütləq şəkildə biz alacağıq. Biz cəmiyyət olaraq bunun qarşısını alacağıq, biz bunu bacaracağıq. Bütün bunların qarşısı alınmasa, uşaqlarımız hansı faciə ilə üz-üzə gəlir? Sadaladığımız bütün bu negativ hallar bizim gəncliyimizə zərbə vurur, gəncliyimizə təsir eləyir. Biz o zaman hansı sağlam gələcəkdən, hansı sağlam düşüncədən ümumiyyətlə danışa bilərik? Həm də uşağın bu cür məcbur olunması, daha öncə vurğuladığınız kimi, onun artıq şuurunda bu bir travmaya çevrilir, bu bir psixoloji travmaya çevrilir. Uşaq ikən nə edəcəyini bilmədiyi halda nələrlə üz-üzə gəlir. Bilirsiniz necə, bütün bunların hamısını valideyn düşünməlidir. Yəni, valideyn qapısını kimsə döydüsə, sevincəyə düşüb ona daha öncə vurğuladığınız kimi məlumatda da qeyd etdiniz ki, deyilir ki, qarşı tərəf onu məcbur edib. Səni qarşı tərəf necə məcbur edə bilər? Sənin övladını sənin əlindən mi alacaq? Yəni, bu nə yanaşma tərzidir? Dövlət hər bir vətəndaşın hüquqlarını bu barədə qoruyur və polisə müraciət edə bilərlər hər hansı bir şey olduğu halda. Siz bayağı bir məsələyə toxundunuz bu qohum nikahları ilə bağlı. Mən düşünürəm, düzdür, bu tibbi və genetik olaraq atılmış bir addım ki, düzgün deyil bu formada, amma regionlarda, bu nikahlarda əsasən qohumlar arasında olan bir proses olur ki, mən düşünürəm, bu da bunun qarşısını ala bilər. Artıq bu qohum nikahlarının icazə verilməməyi bu məsələnin də müəyyən qədər qarşısını almış ola bilər, amma bəzi hallarda bu valideynlər bunu sadəcə dövlət nikahı yox, kəbin vasitəsilə bu yollara gedirlər. Necə ki, mental dəyərlər bu şəraiti bizə yaradır. Məsələn, indi biz deyirik ki, utanırıq bu barədə danışmağa, çətinlik çəkirik. Eyni məsələləri ailələrdə danışmırlar, bu istismardan, uşaq zorakılığından, erkən nikahların zərərlərindən. Eyni məsələlər məktəblərdə də danışılmır. Bəlkə artıq bu mövzular bir dərsliklərdə, müəllimlər tərəfindən insanların hüquqları, uşaqların hüquqları ilə bağlı, uşaq zorakılığı ilə bağlı, müdafiələri ilə bağlı, uşaqların təhsil hüququ ilə bağlı məsələlər artıq erkən yaşlardan uşaqlara təhsildə aşılanmalıdır. Tural bəy, əslində vurğuladığınız mövzu çox həqiqətən də müzakirəsi geniş olan bir mövzudur. Bütün məktəblərdə, məndə olan məlumata görə, psixoloq ştatı var. Sadəcə olaraq bu psixoloqların üzərinə düşən məsuliyyət olmalıdır ki, uşaqlarla bu barədə mütəmadi olaraq söhbətlər aparılsın. Ola bilər ki, geniş auditoriyada, hər kəsin yanında psixoloq özü də çətinlik çəkə bilər, sıxıla bilər. Uşaqların özündə də müəyyən
sıxıntılar yarana bilər. Amma mən düşünürəm ki, bunları qrup şəklində, çünki psixologiyada ümumiyyətlə qrup terapiyası deyilən bir yanaşma da var. Yəni öz həmyaşıtları ilə qrup terapiyalar keçirdərək, söhbətlər apararaq bu mövzu artıq məktəblərdən başlamalıdır müzakirə olunmağa, onlara izah olunmalıdır. Yaşından tez, hətta məktəblərdə müəllimlər bunu hiss edirlər, hansı uşaqlarda daha çox yaşından tez inkişaf gedir, yaşından daha tez bu məsələlərə meyillilik var. Çünki bunlar adətən müşahidə olunur. Bunu da İnanın, yəni mənim səmimiyyətimə ki, müşahidə edən valideynlər çox az bir halda uşağını götürüb psixoloq yanına aparacaq ki, bununla bağlı müəyyən söhbətlər aparılsın. Və yaxud da ki, valideynlər çox nadir hallarda uşaqlarla bu barədə söhbətlər aparacaqlar. Ona görə də burada yenə də yük düşür məktəb müəllimlərinin üzərinə, psixoloqların üzərinə və təbii ki, artıq valideynlər də bir oyanış etməlidirlər bu məsələlərdə. Yəni uşağın gələcəkdə qarşılaşacağı fəsadlardansa onlarla vaxtında, zamanında daha çox söhbətlər aparılmalıdır. Valideyn övladı ilə həm də dost münasibəti qurmalıdır. Dost münasibəti olduqda düşünmürəm ki, bu və ya digər problemlər ortaya çıxar. Çünki artıq uşaq qarşılaşdığı hər hansısa bir çətinliklə, hər hansısa bir problemlə gəlib valideynlə rahat şəkildə bölüşə biləcək. Kənarda özünə dost axtarmayacaq. Çünki bilirik ki, heç də kənardan deyilən tövsiyələr, məsləhətlər heç də hər zaman uğurlu olmur. Heç də hər zaman öz müsbət nəticəsini vermir. Ona görə də bu məsələdə valideynlər daha çox uşaqları ilə dost münasibəti quraraq, onlarla daha yaxın münasibət quraraq, evdən kənarda zaman keçirtməklə, bir gəzintiyə çıxaraq onlarla necə deyərlər, üz-üzə, tet-a-tet söhbətlər apararaq, ailədə bir neçə uşaq varsa, hər birini ayrı-ayrılıqda bu cür zaman ayırmaqla düşünürəm ki, biz bu məsələlərin qarşısını ala bilərik. Digər bir məsələ Ağdamda olan məsələ idi. Artıq burada daha ciddi faktdan söhbət gedir. Cinsi zorakılıqdan söhbət gedir ki, 16 yaşlı məktəbli uşağa cinsi zorakılıq şübhəli bilinən 4 nəfər saxlanılıb. Bu kimi müraciətlər cəmiyyətdə arzu olunmaz və şiddətli qınanan məsələlərdir. Hətta sosial şəbəkələr üzərindən, əhali tərəfindən çox ciddi reaksiyalar alır, təpkilər alır. Və bu informasiyalar, yəqin sizin komitə daxilində də müzakirə olunan məsələlərdir. Tez-tezmi müraciətlər olur bu barədə, ümumiyyətlə bu barədə Milli Məclisin komitəsi, müvafiq komitəsi hansı hüquqi tənzimləmələr aparır, hansı təkliflər hazırlanır bu barədə verilməsi ilə bağlı? Daha öncə vurğuladığım kimi, Tural bəy, bu məsələlərlə bağlı zamanın tələbinə uyğun olaraq qanunvericilikdə müəyyən dəyişikliklər olunur, müəyyən əlavələr olunur. Bu məsələlərlə bağlı ümumiyyətlə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinə bilirsiniz ki, müraciətlər daxil olur. Təbii ki, bizim Milli Məclisdə fəaliyyət göstərən komitəmiz də bilavasitə bu məsələlərlə bağlı komitə olduğuna görə biz də bu məsələlərlə bilavasitə yəni məlumatlı oluruq. Ötən illərə nəzər yetirsək, cari ildə bu məsələnin vurğuladığınız mövzu ətrafında deməli müraciətlər azalıbdır. Lakin bu bir fakt, bir uşağın 4 nəfər tərəfindən təcavüzə məruz qalması hesab edin ki, artıq bir neçə hadisənin olması deməkdir. Görün, burada hansı zorakılıqdan söhbət gedir? Yəni, bu 4 nəfər 16 yaşlı uşağın üzərində nə qədər böyük vəhşilik deməli, insana qarşı ediblər. Bu, həqiqətən də çox ağlasılmaz bir yəni, cinayətdir, cinayət halıdır. Təbii ki, bunların qarşısı alınır. Həmin insanlar, zorakılıq törədən insanlar qanunla
deməli, qanun qarşısında cavab verərək onlar məsuliyyətə cəlb olunurlar və bundan hər kəs dərs götürməlidir ki, bu zorakılıq edənlər heç də cəmiyyətdə rahat gəzə bilməyəcəklər, sərbəstliyə buraxılmayacaqlar. Bu böyük bir cinayət deməkdir. Bir uşağa qarşı törədilən bu cür vəhşilik sadəcə heç bir çərçivəyə sığmır. Və bütün bu deməli halların biz dövlətimiz tərəfindən qarşısı alınır. Amma insanların özlərinin də düşüncəsində, Tural bəy, fəlsəfəsində insani keyfiyyətlərdən uzaq olmaq olar ki, bu hərəkəti ümumiyyətlə törədəsən. Yəni, adam yaşadığı cəmiyyətdə belə qrupları, belə cəmiyyətin üzv fərdlərini qəbul etmək istəmir. Təbii. Ona görə də bu şiddətli belə deyək, qınaq obyektinə çevrilir. Mən yorumlara baxıram, şərhlərə baxıram. İnsanlar necə əsəbi formada buna haqlı olaraq öz etirazlarını bilir. Çünki hər bir şəxs valideyndir, hər bir şəxsin övladı var, bacısı, qardaşı, hər bir şəxsin bir əziz doğması var ki, bu kimi hallarla bir doğması, bir ətrafı tərəfindən belə deyək də hər an üzləşə bilər deyə bu belə cəmiyyətdə belə fərdləri arzu etmək istəmir. Belə cəmiyyətdə belə fərdlərin yaşamasını belə istəmir. Cünay xanım, bu kimi uşaqlarda sonraki fəaliyyətdə ciddi psixoloji bərpaya ehtiyac var. Dövlətin bununla bağlı hansı mexanizmlər var ki, ailə ilə paralel olaraq artıq bu müəyyən ailəyə dəstək olmaq lazım. Həm psixoloji dəstək, bu uşağın böyütməyi ilə bağlı. Ümumiyyətlə, necə düşünürsünüz? Bundan sonraki olan proses necə aparılmalıdır? Ümumiyyətlə, zorakılığa məruz qalan uşaqlarla çox ciddi işlər görülməlidir. Davamlı şəkildə psixoloji reabilitasiya işləri aparılmalıdır. Yəni, indi biz baxmalıyıq, aparılırmı, valideynlər bunu edirlərmi? Amma mən düşünürəm ki, qeydiyyata düşmüş, yəni bu hal aşkarlanıbsa, dövlət nəzarətə götürübsə, Ailə Qadın Uşaq məsələləri üzrə Dövlət Komitəsi bu məsələni təbii ki, çox həssaslıqla yanaşır bu mövzulara və onlar qeydiyyatlarında olan, onlarda deməli, bəlli olan bu cür uşaqlar çox ciddi deməli, nəzarətdə olurlar. Həm psixoloji deməli, onlara dəstək göstərilir, həm də yəni, uşağın özü ilə çox sıx və tez-tez təmasda olurlar. Çünki bu cür uşaqları tək buraxmaq olmaz. Hətta bəzən belə hallar da olur ki, təcavüzə məruz qalan uşaqlar olur və yaxud öz ailələrində təcavüzə məruz qalan uşaqlarımız olur. Çox təəssüf ki, bununla bağlı biz sosial mediada görürük, uşaq sığınacaqlarına, qadın sığınacaqlarına nə qədər insanlar müraciət edirlər. Mən çox ürək ağrısı ilə bildirmək istəyirəm ki, yəni, bu məlumatları görmək bizim üçün heç də xoş deyil. Çox böyük təəssüf hissi ilə qarşılayırıq. Cəmiyyət olaraq təəssüf hissi ilə qarşılayırıq. Daha öncə sizin vurğuladığınız kimi insanlar rəylərdə öz nifrətlərini, öz hətta belə deyim, emosiyalarını bölüşürlər. Çünki bütün bunlar xoşa gəlməyən hallardır və bu da əslində nə deməkdir? Demək ki, cəmiyyətimiz də bu məsələdə həmrəydir, bütövdür və bu hallara qarşı birlikdə mübarizə aparırıq biz. Və bir də ən önəmli məqamlardan biri, daha öncə mən vurğuladım, ailələrin özündə uşaqlara qarşı və yaxud da ki, qadınlara qarşı zorakılıq hallarının baş verməsidir. Daha öncə müzakirə apardığımız mövzu Ağdamda olan hadisə bir gəncə, yəni bir yeniyetməyə daha doğrusu 4 nəfər şəxsin zorakılıq törətməsi, bunlar yad biriləridir. Baxın, bu məsələlər ailə daxilində baş verəndə bu necə bir faciəvi bir ailə dramıdır deyərəm mən. Çox yəni ağla sığmaz bir problemdir. Ona görə də düşünürəm ki,
Bütün bu məsələlərdə mən deməkdən usanmayacağam, verilişinizdə də dəfələrlə dedim, yenə də təkrar edirəm, təkrarçılıq kimi demirəm, sadəcə bunu həqiqətən də bunu biz etməliyik, biz maarifləndirmə işini gücləndirməliyik. Telekanallarımızda bununla bağlı xüsusi maarifləndirici proqramlar olmalıdır. Yəni, ümumiyyətlə maarifləndirici proqramlara, verilişlərə biz çox geniş şərait yaratmalıyıq. YouTube üzərindən internet kanalları bu məsələdə çox deməli, həssaslıq göstərməlidirlər. Əslində göstərilir də, var. Çox maraqlı ki, sosial şəbəkələr bugün gündəmimizdə ən çox təsir qüvvəsinə malik bir şəbəkələrdir. Hətta deyərdim ki, artıq televiziyayla bərabər bir həcmə gəlib çıxıb. Sosial şəbəkələrdə, məsələn, TikTok platforması var, Instagram var və s. Bir dənə bu istiqamətdə bloger yoxdur. Bir dənə maarifləndirmə istiqamətində ictimai problemləri səsləndirən blogerlər yoxdur ki, yəni onların təsir gücü ilə, yəni hər kəsin evində telefon var, hər kəs TikToka girir bugün. Yəni ən azından bir belə çevrəndə bir bu məsələni də toxunsun. Baxsın bir valideyn olaraq artıq o yaşanmış problemə yox, yəni üzüntü olaraq yox, bunu necə yaşamamaq olar bir onlarla bağlı maariflənsin. Mənə elə gəlir ki, sosial şəbəkələrdə müasir belə deyək, media alətlərində də bunu tətbiq etmək lazımdır ki, bununla bağlı mənə elə gəlir müvafiq təşkilatlar da iş görməlidir. Mən istərdim uşaq zorakılığının digər növlərindən danışım. Uşaq zorakılığı dedikdə bu heç də cinsi deyil təkcə. Psixoloji, fiziki zorakılıqdan da söhbət gedir. Bu yaxınlarda bir üzücü video materiala baxdıq. Bir uşağın, körpə bir uşağın, 4 ya 5 yaş olardı mı bu uşağın saçları qopardılmış formada, yəni bir həftənin mövzusudur, bir 10 günün mövzusudur. Uşaq qorxa-qorxa, qonşu onu videoya çəkir ki, səni bu hala kim gətirib? Saçları uşağın dərisi ilə qopardılıb başından. Sonra xala valideyni vəfat edən uşağı qəyyumluğa götürür. Hansı ki, qəyyumluqda dövlət ödəniş verir bununla bağlı. Bu ödənişlə bağlı qəyyumluğa götürür. Pul, onun nəfsi, o uşağı əslində şey yox idi, istəyi olmayıb. Sadəcə buna qarşı götürüb və uşağa işgəncələr, əzablar verib. O uşağın video görüntüləri göstərilirdi sosial şəbəkələrdə. Çox dəhşət gətirən bir görüntülər idi ki, bir insan, hətta sənin canından qanından olan biridir, xaladır, öz bacısının evladına, elə kənardan olsun, bir insan, bir körpəyə sən necə bunları edə bilərsən? Nə qədər vəhşi bir xarakterə malik olmalısan, insani keyfiyyətlərdən uzaq olan bir insan olmalısan ki, sən uşağa bunları edəsən. Uşağın bədənində izlər, başının tükləri qopardılmış halda dərhal Azərbaycan polisi bundan bağlı hərəkətə keçdi və müvafiq məsuliyyətə cəlb olundu. Uşaq da uşaqların bununla bağlı sığınacağına yerləşdirilib. Bu mövzu çox geniş vüsət aldı və ailədə zorakılıq bəzən valideyn bunu bilmədən edir. Şərt deyil sən uşağa bu işgəncələri verəsən və s. Zorakılıq uşağı düzgün yönəltməyəndə də olur. Zorakılıq uşağı düzgün mühitdə böyütməyəndə də olur. Zorakılıq uşaq erkən yaşlarından çalışdırmağa, işləməyə, bugün bu da çox ciddi haldır. Məcbur etməkdə də olur. Zorakılıq uşağa düzgün, bəli, istismar edir. Bu kimi hallarla hansı hallar mövcuddur? Hansı uşaq zorakılığı halları var ki, bugün cəmiyyət olaraq buna fikir verməliyik və bunun üstündə işləməliyik? Çox vacib məqama toxunursunuz, Tural bəy. Uşaqların valideynlər tərəfindən, böyüklər tərəfindən təhqir olunması belə bu artıq zorakılıqdır. Təəssüf ki, biz bəzən cəmiyyətdə belə bir məqamlar görürük ki, bəlkə də sizlərin də qarşınıza çıxıbdır. Küçədə gedə-gedə valideyn qışqıra-qışqıra sanki övladına nəyisə izah edir. Bu onun dırnaqarası bir tərbiyə metodudur. Tamamilə yanlış bir düşüncədir, tamamilə yanlış bir baxışdır. Ümumiyyətlə, küçədə, cəmiyyətdə, ictimai nəqliyyatda insanlar arasında bu cür yanaşma sanki uşaq tərbiyə edirəm deyə bir tərbiyə metodu yoxdur. Uşağı görürük bəzən saçından tutub
sanki sürüyə-sürüyə aparır və yaxud qolundan tutub nəyəsə məcbur edir. Deməli, sən bunu evdə düzgün zamanında tərbiyə verməlisən. Ən yaxşı hallar da Günay xanım, bunlar Bəli. uşağı diləndirənlər də var. Bəli, gələcək belə üzü ona tərəf gəlirəm. Daha sonra bugün bu məsələlərin düzdür qarşısı alınıbdır, amma zamanında mən bu məsələlərə çox diqqət edirdim və hətta bununla da bağlı bir neçə dəfə həmin insanlarla da müəyyən xoşagəlməz dialoqum olmuşdu. Uşaqları ödənişli şəkildə müəyyən şənliklərə deməli, sanki bir rəqs qrupu kimi yaradırdılar. Bu mələklər və s. geyimində uşaqlar çıxış eləyirdilər. Mən o zaman uşaqlarla işləyirdim. Deməli, bu fakt mənə bəlli olanda inanın səmimiyyətimə çox pis yəni vəziyyətə düşdüm ki, yəni valideyn necə ola bilər ki, uşağın gecə saatlarında, düzdür, valideynlər özü aparırdılar, amma bu uşaq istismarıdır. Bu uşağın hüququnun əlindən alınmasıdır. Sən uşağın vasitəsilə qazanc əldə edirsən, özün isə gündüzlər yatırsan, dincəlirsən, axşamlar uşağı aparırsan bu cür şənliklərə. Yəni, bunların qarşısı şükür Allaha alınıbdır. Bugün cəmiyyətdə bu hallar yoxdur. Buna çox sevinirik. Daha öncə dediyiniz uşaqların məcburi şəkildə dilənməsi dəfələrlə olub. Sual vermişəm, məktəbə gedirsən, deyir yox. Deyirəm, valideynin hardadır? Deyir, məni göndərib ki, get, dur filan yerdə. Müxtəlif yerlərdə görürük də biz bunları. Deyirəm, pulu yığıb neynirsən sonra? Deyir, aparıram, verirəm anama, atama. Onlar neynirlər? Evdədirlər. Yəni, bu rəzalətdir. Necə insan öz övladını, onun məktəbdə, part arxasında oturub, təhsilə yiyələnmək dövründə, yiyələnməli bir dövründə sən onu məcbur edirsən ki, getsən dilənçiliklə məşğul ol, sən get dilən. Sən uşağı körpəlikdən nəyə vadar edirsən? Sən bilmirsən axı, o məktəbə getsə, təhsilə yiyələnsə, gələcəkdə bəlkə ən mükəmməl bir kadr olar hansısa bir sahədə. Bəli. Yəni, sadəcə olaraq daha öncə vurğuladığım kimi Tural bəy, bütün bunların kökündə nə durur? Köhnə adətlərə bağlılıq. Zamanında o valideynləri də məcbur ediblər dilənçiliyə. Zamanında o valideynlər də məcburi şəkildə erkən ailə həyatı qurulmağa məcbur ediliblər. Özlərində olmasa da yaxın qohumlarında, ətraflarında, ailələrində bu baş verib ki, bu ənənəni bu insanlar davam etdirirlər. Yoxsa təhsilli, dünya görüşü olan, müəyyən düşüncəsi olan, sağlam fəlsəfəsi olan insanlar bunu heç vaxt etməzlər. Günay xanım, mən bildiyimə görə siz həm də psixoloq Bəli. kimi fəaliyyət göstərmişsiniz. İxtisasca psixoloqsuz, səhv eləmirəmsə. İxtisaslarımdan biri Bəli, psixoloqdur. Ona görə də mən bugün verilişdə sizinlə bu mövzunu daha rahat həm bir millət vəkili olaraq, həm komitə üzvü olaraq, eyni zamanda psixoloq biliklərinə yiyələnmiş bir şəxs olaraq müzakirə etmək daha rahat oldu, daha geniş bir izah verdiniz. Təşəkkür edirəm buna görə. Günay xanım, biraz da siyasi-ictimai fəaliyyətdən danışaq. İlk belə də ilk dəfə olduğunuz artıq namizədliyini verdiniz və millət vəkili kimi fəaliyyətə başladınız. Hansı işləri görürsünüz hal-hazırda? Mən bildiyimə görə seçicilərlə tez-tez mütəmadi görüşlər keçirirsiniz. Fəaliyyətiniz necə başlayıb? Çox şükürlər olsun ki, artıq bizim deməli 7-ci çağırış Milli Məclisin 1-ci ilini biz başa vurduq, artıq 2-ci ilinə qədəm qoyuruq. Bir il ərzində işlərimiz yaxşı oldu. İnsanlarla tez-tez sıx təmasda olduq, ünsiyyət qurduq, görüşlər keçirtdik. Daha öncəki deməli mövzumuza həm də onu da vurğulamaq istərdim ki, uyğun olaraq ki, bizim görüşlərimizdə
demək olar ki, biz maarifləndirici söhbətlər aparırıq. Bəzən insanlar mütləq deyil ki, kiminsə hansısa bir problemlə və yaxud da çətinliklə üz-üzədir, o gəlib görüşə. Sadəcə oturub fikir mübadiləsi aparmaq, nəyisə bir müzakirəsini aparmaq, bu o qədər xoşdur, o qədər həm də önəmlidir ki, və yəqin ki, insanların simasındakı o təbəssümdən də görürsünüz ki, insanlar məmnundular. Yəni, bugün dövlətimizdən çox razıdırlar. Hər dəfə görüşə gedəndə cənab prezidentə minnətdarlıqlarını bildirirlər. Birinci vitse-prezidentimiz Mehriban xanıma öz təşəkkürlərini yetirirlər. Bu o qədər sevindirici haldır ki, həqiqətən də bugün Azərbaycanda dövlət-xalq bağlılığı var, dövlət-xalq birliyi var. Bu, hər addımında özünü göstərir. Bütün məsələlərdə olduğu kimi bu, hər mövzuda önə çəkilir. Bütün görüşlərimizdə ən çox, yəni insanlar tərəfindən bizə göstərilən diqqəti biz onda görürük ki, yəni mən 65 saylı Salyan Biləsuvar Neftçala seçki dairəsinə seçilmişəm, sizə bəllidir. Görüşə çox böyük həvəslə gəlirlər. Deyərdim ki, hətta növbəti görüşün nə zaman olacağını belə öncədən soruşurlar. Təbii ki, biz bütün bunlarla bağlı öncədən paylaşımlar edirik, poster paylaşımlarını edirik ki, insanlar da zamanı bilsinlər. Ümumilikdə götürsək, bir il çox uğurlu keçdi. Bizə müraciət edən insanların müraciətlərini biz lazımi dövlət qurumları qarşısında həmin müraciətləri göndərdik və həqiqətən də dövlət qurumları da bu məsələlərdə çox həssaslıq göstərirlər və demək olar ki, müraciətlərimizin mütləq əksəriyyəti öz həllini tapır. Elə məsələlər var ki, onların həlli üçün sadəcə zamana ehtiyac var. Yəni, zamana bağlı bir məsələlərdir. Onlar da cavab olaraq bizə gəlir ki, yəni, zamanı yetişəndə həll olacaq. Ümumilikdə götürsək, yəni mən hesab edirəm ki, insanlar da bu bir illik fəaliyyətdən razı qalıblar. Və mən həqiqətən də çox sevinirəm ki, bir millət vəkili olaraq, əgər onların bugün səsi olaraq, söz olaraq, hüquqlarının müdafiəçisi olaraq onların etimadını doğrulda bilirəmsə, bu çox böyük bir xoşbəxtlikdir, həm də böyük bir məsuliyyətdir. Bir uğuru qazanmaq asan ola bilər, amma o uğuru əldə qoruyub saxlamaq böyük və ciddi bir məsuliyyətdir. Eyni zamanda millət vəkili Günay Ağamalı, eyni zamanda tanınmış siyasətçi, millət vəkilimiz Fəzail Ağamalının övladıdır. Fəzail Ağamalının böyük siyasi yolu olub, böyük bir, belə deyək, yol keçib. Günay Ağamalı da Fəzail Ağamalı yolu ilə davam edəcəkmi, yoxsa yəni millət karyerasında siyasi yoluna uzun müddətli bir böyük proses olaraq mı baxır? Fəzail Ağamalı mənim həyatımda iki böyük və ciddi rol oynayır. Atam kimi hər zaman ondan qürur duymuşam, fəxr etmişəm və təbii ki, siyasətdə mənim yol göstərənim, mənim üçün çox, belə deyərdim, siyasətdə mənim həqiqətən də sütunum olub o insan. Çünki ondan öyrənmək və ondan öyrəndiklərimi həyata keçirtmək mənim üçün çox vacibdir. Və mən 18 yaşımdan Ana Vətən Partiyasının üzvüyəm. Tələbəlik illərimdən partiyada sıx deməli əlaqəm olub, yəni orada fəaliyyət göstərmişəm. Daha sonrakı dönəmlərdə də yəni o partiyadan təbii ki, onun lideri olan Fəzail Ağamaldan, hörmətli sədrimizdən öyrəndiklərim çox şey var, hələ öyrənəcəklərim də var. Çünki Fəzail Ağamalı həqiqətən də atam olduğu üçün demirəm, bu tam səmimi bir etirafdır ki, o siyasətdə çox böyük bir şəxsiyyətdir. Fəzail Ağamalının keçmiş olduğu siyasi yol hər bir ana vətənçi üçün, o cümlədən mənim üçün çox böyük şərəf yoludur. Biz o yolla davam etməyi özümüzə qürur duyuruq.
Təşəkkür edirəm Günay xanım. Sizə fəaliyyətinizdə, siyasi ictimai fəaliyyətinizdə, bütün fəaliyyətinizdə uğurlar arzu edirik. Minnətdarıq ki, bugün verilişdə bizimlə maraqlı müzakirələr apardınız. Bir daha sağ olun. Mən sizə təşəkkür edirəm. Dəvətinizə görə uğurlarınız bol olsun. Təşəkkürlər. Bax belə, hörmətli tamaşaçılar, 44 dəqiqə bugün də öz maraqlı müzakirəsi ilə davam etdi və yekunlaşdı. Növbəti həftə görüşənədək sağ olun, salamat qalın.